Salam əziz şagirdlərim, bugün feilin artıq 3-cü hissəsi ilə izahlarımıza davam edirik. Təsriflənməyən feillər. Dedik ki, şəxsə və cəmiyyətə görə dəyişə bilməyən feillərə təsriflənməyən feillər deyəcəyik. Bu təsriflənməyən feillərə də məzdər, feili sifət və feili bağlama aiddir. Bunların təsriflənən feillərlə həm oxşar, həm də fərqli cəhətləri var. Gəlin indi baxaq görək bunların oxşar cəhətləri nədir, fərqli cəhətləri nədir. Gəlin birinci oxşarlara baxaq. Oxşar cəhətləri odur ki, məzmununda hərəkət anlayışı var. Təsdiq və inkarda olur. Qrammatik məna növünə görə dəyişir. Bax, bu 3 dənə məqam onların oxşar cəhətləridir. Nə oldu? Məzmununda hərəkət anlayışı var, təsdiq və inkarda olur. Qrammatik məna növünə görə dəyişir. İndi fərqli cəhətlərinə baxaq. Təsriflənən feillər təkcə feilin qrammatik xüsusiyyətlərini daşıyır, şəxsə və cəmiyyətə görə dəyişir, yalnız feili xəbər olur, tərkib əmələ gətirə bilmir, ancaq feilin suallarına cavab verir. Ancaq feilin. İndi baxaq fərqli cəhətlərindən təsriflənməyən feillərə. Təsriflənməyən feillər isə feillə yanaşı ikinci bir nitq hissəsində xüsusiyyətini daşıyacaq, şəxsə və cəmiyyətə görə dəyişməyəcək, mübtəda, tamamlıq, təyin, zərflik, ismi xəbər olacaq. Bax, feili xəbər ola bilmir. Yadınızda saxlayın. Feili xəbər ola bilmir. Tərkib əmələ gətirəcək, həm feilin, həm də digər nitq hissələrinin sualına cavab verəcək. İndi gəlin feilin təsriflənməyən formalarını bir-bir izah edək. Gələk ilk öncə məzdərə. Məzdər, bax, həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır. Və məzdər feillərə maq-məc, bəzən də yerinə görə mamə şəkilçisi artırmaqla düzəlir. Məsələn, oxumaq, yazmaq, kömək etmək və s. Deyirsiniz, bəs müəllim, ma nə vaxt olur? Bu ma şəkilçisi o zaman məzdər olur ki, ondan sonra mənsubiyyət şəkilçisi işlənsin. Bax, ondan sonra mənsubiyyət şəkilçisi işlənsin. Məsələn, onun oxuması, oxuması. Bax, burada ma məzdər şəkilçisidir, yaxşı? Bunu da yadımızda saxlayaq. Nə zaman ma məzdər şəkilçisi oldu? Ondan sonra mənsubiyyət şəkilçisi işlənən zaman. İndi baxaq məzdərin feilə aid xüsusiyyətləri nədir? İsmə aid xüsusiyyətləri nədir? Feilə aid xüsusiyyətləri odur ki, hərəkət bildirir, təsdiq və inkarda olur. Bax, yazmaq, yazmamaq. Qrammatik məna növlərində olur. Görmək, məsələn, məlum növdə, görülmək, məchul növdə, görünmək, qayıdış növdə, gördürmək, icbar növdə, görüşmək, qarşılıq bircəlik növdə. Və məzdər özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girərək, onları özünə tabe edir və tərkib əmələ gətirir. Və yadımızda saxlayaq, məzdər tərkibi bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur. Bax, cümlənin bir mürəkkəb üzvü olmuş olacaq. Dərslərini yaxşı oxumaq hər bir şagird üçün vacibdir. Bax, vacibdir. Nə vacibdir? Dərslərini yaxşı oxumaq. Burada, bax, yaxşı oxumaq, məsələn, aiddir, dərslərini oxumaq. Bax, gördünüz, hər biri əlaqələnib. Bax, indi sintaktik əlaqə baxımından deyək, qarşıda bunları keçəcəyik, amma indi də deyək, bir fikir yaransın bizdə. Bax, dərslərini oxumaq burada yaranır idarə əlaqəsi, amma yaxşı oxumaqda isə yaranır yanaşma əlaqəsi. Və yadımızda saxlayaq ki, dərslərini yaxşı oxumaq feili birləşmədir. Feili birləşmədir və həmçinin söz birləşməsidir və mürəkkəb cümlə üzvüdür. Bu da belə. İndi baxaq məzdərin ismə aid xüsusiyyətlərinə. Əşyanın, bax, yox, məzdər hərəkətin adını bildirir. Əşyanın testdə versə yanlışdır. Hərəkətin adını bildirir və nə sualına cavab verir? Danışmaq gümüşdürsə, susmaq qızıldır. Bax, nə gümüşdürsə danışmaq, nə qızıldır susmaq. Mənsubiyyətə görə dəyişir. Mənim oxumağım, sənin oxumağın, onun oxumağı hallanır. Oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan gördük, hallana da bilir. Qoşmalarla işlənir. Oxumaq üçün, oxumağa görə, oxumaqdan ötürü, bəli, işlənə bildim. Cümlədə mübtəda, tamamlıq, zərflik və ismi xəbər olur. Bax, yaşamaq gözəldir. Nə gözəldir yaşamaq? Burada gördüyümüz kimi nə oldu? Mübtəda olmuş oldu. Gəzməyi, bax, deyir, sevirəm. Nəyi sevirəm? Nəyi? Burada da oldu tamamlıq, tı yazıram. Oxumağa getmişdi. Bax, burada da olacaq zərflik, zı yazıram. Oxumağa getmişdi. Oldu burada zərflik. Daha sonra məqsədimiz öyrətməkdir. Bax, öyrətməkdir. Nə? Öyrətməkdir. Nə öyrətməkdir? Məqsədimiz. Bax, burada da xəbər olmuş oldu. Daha sonra yalnız üçüncü şəxs təkinin xəbərli şəkilçisini qəbul edir. Bax, nə oldu? Ancaq üçüncü şəxsin təkinin xəbərli şəkilçisini qəbul eləmiş olacaq. Məsələn, arzumuz qəbul olmaqdır. Bax, arzumuz qəbul olmaqdır. Qəbul olmaqdır. Bax, bir yerdə nədir? Mürəkkəb feildir, məzdərdir. Arzumuz nə? Qəbul olmaqdır. Arzumuz. Gördük, burada qəbul olmaqdır. Bax, mürəkkəb feildir, məzdərdir. İndi davam edək. Feillər lüğətdə bilirik ki, məzdər formasında verilir. Məsələn, gülüşmək formasında. Əgər nəyə görə deyirsiniz, məsələn, müəllim, məzdər lüğətlərdə deyirsiniz ki, başlanğıc formada olmalıdır. Bəs nəyə görə bu feilləri məzdər formasında verirlər? Gəlin onu izah edeyim sizə. Baxın, əgər gülüş sözünü yazsa bizə, biz hardan bilək ki, bu gülüş ismindən danışır, yoxsa feilindən danışır?
Biz bunu bilə bilərik? Yox. O ona görə feili bizə bildirmək üçün onun arxasına bir dənə də məki artırır gülüşmək. Bildirir ki, bu nədir? Feildir. Yaxşı, bu da belə. Məsdər istisna olaraq kimi, təki, tək bənzətmə qoşmaları ilə işlənəndə cümlənin təyini də ola bilər. Bax, bu nə oldu? İstisna bir məqam daha. İstisna, bax, istisna olaraq deyir. Qızartdım ki, onda yəni istisna olduğunu yadınızda saxlayın. İstisna bir məqamdır ki, məsdər kimi, təki, tək bənzətmə qoşmaları ilə işlənəndə cümlənin təyini də ola bilər. Bu istisna hal olduğu üçün məsələrin təyini vəzifəsində işləndiyini demək olmaz. Bunu da yadımızda saxlayaq. Məsələn, universitetə qəbul olmaq kimi gözəl his ola bilməz. Universitetə qəbul... Bir dəqiqə. Baxın, universitetə qəbul olmaq kimi olacaq bizim təyinimiz necə sualına cavab verəcək. Və burada baxın, məslərin təyin funksiyasına çıxış eləməyi istisna haldır. Təyin kimi işlənmək məslərin özünə aid olmayan, bax nədir? Sintaktik vəzifəsidir. Məsdər isim kimi cəmlənə, sifətləşə, ümumi və xüsusi, mücərrəd və konkret ola bilmir. Məslərin cəm şəkilçisi qəbul etməsi məslərə aid olmayan morfoloji vəzifədir. Bax, dedi ki, təyin kimi işlənmək məslərin özünə aid olmayan sintaktik vəzifəsidir. Amma məslərin cəm şəkilçisini qəbul etməsi isə bu onun məslərə aid olmayan morfoloji vəzifədir. Bax, bunları ayırmağı bacaraq. Onların oxumaqları, yazmaqları. Bu nə oldu? Məslərə aid olmayan morfoloji vəzifə oldu. Bu kimi ifadələr qrammatik normanın pozulması hesab olunur. Məsdər yönlü halda məqsəd zərfliyi, məsələn, oxumağa getmişdi. Çıxışlıq halda isə tamamlıq, bax, oxumaqdan bezmir. Səbəb zərfli olanda oxumaqdan gözləri şişib və yer zərfliyi. Meyvə yığmaqdan gəlirdi. Bax, gəlirdi. Meyvə yığmaqdan da oldu bizim nə? Zərfliyimiz. Yer zərfli. Ola bilər. Bax, bunu da yadımızda saxlayın. Nə oldu məsələ? Məqsəd zərfliyi də ola bildi, tamamlıq da ola bildi, səbəb zərfliyi də ola bildi, yer zərfliyi də ola bildi. Məsələ haqqında deyəcəklərimiz bu qədər. İndi keçirik fe'li sifətə. Fe'li sifət həm fe'lin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Fe'li sifət özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girib, onları öz-özünə tabe edib, tərkib əmələ gətirir və cümlənin təbii ki, mürəkkəb üzvü olacaq. Oxuyan şagird imtahanda uğur qazanar. Bax, oxuyan şagird. Hansı şagird? Burada oxuyan nə oldu? Oxu sözün kökü an burada nədir? Fe'li sifətin şəkilçisidir və burada sadə təyin olmuş olacaq. Amma dərslərini yaxşı oxuyan şagird imtahanda uğur qazanar. Bax, dərslərini yaxşı oxuyan. Bu isə bir yerdə olacaq cümlənin təyini. Amma necə? Bax, bu oxuyan sözü birinci cümləmizdə oxuyan oldu, sözdür. Bax, sözdür. Amma dərslərini yaxşı oxuyan artıq bu söz birləşməsidir. Fe'li sifət tərkibidir. Həm də mürəkkəb təyindir. Amma oxuyan sözünə nə dedik birinci cümlədə? Fe'li sifətdir, amma sadə təyindir. Söz birləşməsi ilə ifadə olunmuyor. Buna görə sadə təyindir. Amma dərslərini yaxşı oxuyan fe'li sifət tərkibidir, söz birləşməsidir və mürəkkəb təyindir. Gəlin geri gəlmişkən söz birləşmələrindən olan bir qeydi də deyim burada sizə. Qeyd edərsiniz. Məsələn, yaxşı oxumağın bir də var ki, sənin yaxşı oxumağın. Baxın, əgər yaxşı oxumağın deyə bizə testdə qabağımıza çıxsa, bax, burada nədir? Maq var, görsən? Bu, olur yaxşı oxumağın fe'li birləşmədir. Amma sənin yaxşı oxumağın, bu artıq üçüncü növ təyini söz birləşməsini yaratmış olur. Üçüncü növ təyini söz birləşməsini. Və burada da üçüncü növ təyini söz birləşməsində birinci tərəf yiyəlik halının şəkilçisini qəbul edir. İkinci tərəf isə mənsubiyyət şəkilçisini qəbul edir. Bərabər olur üçüncü növ təyini söz birləşməsinə. İndi ona görə də oldu. Yaxşı oxumağın fe'li birləşmədir. Onun əvvəlinə yiyəlik hallı söz artırsaq, sənin yaxşı oxumağın artıq bu fe'li birləşmədən çıxacaq. Olmuş olacaq ismi birləşmə. Yəni üçüncü növ təyini söz birləşməsi. Bu hissəni də burada dedik. Qeydlərinizi götürün, yadınızda saxlayın. Bir də deyirəm, buranı biraz təmizləyək, tam aydın görün. Hətta yəni deyim sözlə, artıq senindir. Dedi ki, yaxşı oxumağın oldu fe'li birləşmə, sənin yaxşı oxumağın isə oldu ismi birləşmə. Üçüncü növ təyini söz birləşməsi yarandı. Davam edək. İndi fe'li sifətin fe'lə aid xüsusiyyətlərinə baxaq. Bir də fe'li sifətin sifətə aid xüsusiyyətlərinə baxaq. Başlayaq fe'li sifətin sifətə aid xüsusiyyətləri ilə. Hərəkət bildirir. Təsdiq və inkar olur. Yazan, yazmayan. Qrammatik məna növlərində olur. Görən, məlum növdə, görüləcək məhsul növdə, görünmüş qayıdış növdə, gördürən icbar növdə, görüşdüyümüz qarşılıq bircəlik növdə. Fe'li sifət özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girərək onları özünə tabe edir və tərkib əmələ gətirir. Və fe'li sifət tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olmuş olur. Dərslərini yaxşı oxuyan hər bir şagird üçün vacibdir. Bax, burada yazıb dərslərini yaxşı oxumaq əslində burada məsdər tərkibi yazıb. Yəqin ki, çapda yanlışlıq gedir.
Zaman mənası bildirir. Bax, yadımızda saxlayaq ki, zaman mənası bildirir fe'li sifət. Yaxşımı? Məsələn, oxumuş. Burada keçmiş zaman mənası bildirir. Oxuyan, burada indiki zaman mənası bildirir. Yazılacaq, burada isə gələcək zaman mənası bildirir. Bax, zaman mənası bildirmək onun zamana görə dəyişməsi anlamına gəlmir. Zamana görə dəyişmir. Zamana görə dəyişmir. Bunu da yadımızda saxlayaq. Davam edək fe'li sifətin sifətə aid xüsusiyyətləri ilə. Həm sifət, həm də fe'li sifət əşyanın əlamətini bildirir. Necə, nə cür, hansı suallarına cavab verir? Ağlayan, hansı uşaq? Bax, ağlayan uşaq aid olduğu ismin əvvəlində işlənir. Oxuyan uşaq, çalışan şagird və s. Əsasən təyin olur. Keçən günə gün çatmaz, dalasan da günü günə. Cümlədə xəbərli şəkilçini qəbul edərək ismi xəbər ola bilir. Çalışandır, ağlayandır və s. İsmin xüsusiyyətlərini daşıya bilir. Yatmışları razı deyiləm kimsə oyatsın. Yəni yatmış insanlar. Görürsən burada cəm şəkilçisi məsələn ismə aid xüsusiyyəti qəbul edib. Daha sonra gələk fe'li sifətin şəkilçilərinə. Yadımızda saxlayaq ki, fe'li sifətin şəkilçilərinin hər biri qrammatik şəkilçilərdir. An, bax, oxuyan şagird, gülən uşaq indiki zaman mənasını bildirir. Muş, oxunmuş kitab, baxılmış film. Dığım, bax, dığım deyim, dığım deyim. Danışdığım mövzu, oxuduğum kitab. Bunlar isə keçmiş zaman mənası bildirir, baxmışla dığım. Gəldik gələcək zaman mənası bildirən şəkilçilərə. Acaq, asılmalı. Bax, bunlar da gələcək zaman mənası bildirmiş olacaq. İndi gələk bəzi şəkilçilərinin amonimliyinə. Muş şəkilçisi baxaq. Oxunmuş kitab, hansı kitab? Burada fe'li sifətdir. O, oxumuşdu. Nə etmişdi? Burada nəqli keçmiş zamanı bildirdi. O, oxuyurmuş. Burada isə imiş hissəciyinin qısaldılmış formasıdır. Leksik şəkilçi kimi də işlənə bilər. Məsələn, bişmiş, keçmiş və s. Fe'li bağlama kimi də işlənə bilər. Gecədən xeyli keçmiş, yəni burada əndə ilə əvəz edə biliriksə, olur fe'li bağlama. Yəni gecədən xeyli keçəndə o gəldi. Bu da belə. İndi baxaq acaq şəkilçisinə. Oxunacaq kitab, bax, burada fe'li sifət şəkilçisidir. Oxuyacaq, burada qəti gələcək zaman. Yanacaq, bax, nə? Fe'ldən isim düzəldən şəkilçi kimi də çıxış edə bilər. Gəldik malı şəkilçisinə. Oxunmalı kitab burada fe'li sifətin şəkilçisidir. Oxumalıyam, nə etməliyəm deyəndə isə vacib şəklinin şəkilçisi olmuş olacaq. Gəldik asıl şəkilçisinə. Oxunası kitab, hansı kitab? Bax, burada fe'li sifətin şəkilçisidir. Oxuyasıyam isə nə edəsiyəm? Burada isə lazım şəklinin şəkilçisi olmuş oldu. İndi qeydimizə baxaq. Qeydimizdə deyir ki, dondurmalı piroq, qovurmalı aş, düyməli köynək birləşmələrində fərqləndirilmiş bax bu sözlər fe'li sifət deyil. Elə sifətin özüdür. Bax, dondurmalı. Gördüyünüz bunlar hər biri leksik şəkilçisi. Qovurmalı leksik şəkilçisi. Düyməli. Baxın, bunların hər biri ayrı-ayrılıqla leksik şəkilçisi olmuş oldu. Dondurmalı, qovurmalı, düyməli deməli nə oldu? Fe'li sifət yox, sifət olmuş oldu. İndi gələk fe'li sifət şəkilçiləri ilə fe'ldən sifət düzəldən şəkilçilərin fərqləndirilməsinə. Bunların həm fərqli cəhətləri var, həm də oxşar cəhətləri var. Baxaq. Fərqli cəhəti odur ki, fe'li sifət şəkilçiləri, bax, qrammatik şəkilçilərdir. Həm əlamət, həm hərəkət mənası bildirir. İnkar şəkilçisi ilə işlənə bilir, tərkib yaradır. Bu fe'li sifətin şəkilçilərinə aiddir. İndi fe'ldən sifət düzəldən şəkilçilərin əlamətlərinə baxaq. Leksik şəkilçisidir. Yalnız əlamət mənası bildirir. İnkar şəkilçisi qəbul eləmir, tərkib yarada bilmir. Bu da fe'ldən sifət düzəldən şəkilçilərin əlamətləridir. İndi baxaq oxşar cəhətləri görək bunların nədir. Hər ikisi ismə aid olur, ondan əvvəl işlənir. Məsələn, küsən qız, hansı qız? Burada oldu fe'li sifət. Küsəyən qız desəm artıq, burada olacaq nə? Sifət. Hər ikisi əşyanın əlamətini bildirəcək, eyni suala cavab verir və cümlənin təyini olur. Məsələn, küsən qız. Bax, küsən qız. Hansı qız? Oldu təyin. Daha sonra, küsəyən qız. Hansı qız? Küsəyən qız. Bax, burada da olmuş oldu təyin. Hər ikisi isimləşə bilir. Bax, həm fe'li sifət, həm də ki, sifət isimləşə bilir. Oxuyanlar uğur qazandı. Bax, burada nə oldu? Fe'li sifətdə oxuyanlar. İsimləşdi. Çalışqanları mükafat gözləyir. Bax, çalışqan nədir? Sifət. Çalışqanları deyəndə nə olub? Sifət isimləşmiş olacaq. Çalışqanlara mükafat gözləyir. Kimi mükafat gözləyir? Çalışqanları. Deməli, oxşar cəhətlərində öyrəndik. Hər ikisi ismə aid olur, ondan əvvəl işlənir. Hər ikisi əşyanın əlamətini bildirir, eyni suala cavab verir. Cümlənin təyini olur. Hər ikisi isimləşə bilir. Bu da belə. İndi davam edək. Fe'li sifətin isimləşməsi, yəni substantivləşməsi ilə. Sifət kimi fe'li sifət də nə dedik? Aid olduğu ismin əvəzində işlənəndə isimləşir və ismin xüsusiyyətlərinə malik olur. Yarışda qələbə qazanan idmançıları alqışladılar. Bax, əgər bu cümlədə biz idmançı sözünü ixtisar eləsək, nə olacaq? Yarışda qələbə qazanan fe'li sifət tərkibi idmançı sözünün şəkilçilərini, bax, burada şəkilçiləri gətirəcək öz üzərinə qəbul eləmiş olacaq. Olacaq ki, yarışda qələbə qazananları alqışladılar. Kimi alqışladılar? Yarışda qələbə qazananları. Bax, fe'li sifət tərkibidir, tamamlıq funksiyasında çıxış edəcək. İndi isimləşərkən fe'li sifətin itirdiyi əlamətlər hansılardır? İsimləşərkən fe'li sifətin qazandığı əlamətlər hansılardır? Bunları təhlil edək. İtirdiyi odur ki, cümlədə təyin olmaq xüsusiyyətini itirəcək. Necə, nə cür, hansı suallarına cavab vermək xüsusiyyətini itirəcək. Bəs nələri qazanacaq? Əşya bildirmək xüsusiyyətini, bax, qismən də olsa qazanacaq. Cümlədə mübtəda ola bilər, oxuyan isə onun qardaşıdır. Tamamlıq ola bilər, oxuyanı dinləyirdilər. İsmin suallarına cavab vermək əlamətini qazanacaq.
qoşuma qəbul etmə xüsusiyyətini qazanmış olacaq. İndi qeydlərimizə baxaq. Qeydlərdə bizə deyir ki, isimləşərkən fe'li sifət, ismin, bax, burada qeyd olunan 3 dənə xüsusiyyəti var ki, bunları qəbul edəmir. Hansılar oldu? Hara sualına cavab verə bilmir, ümumi və xüsusi ola bilmir və konkret və mücərrəd ola bilmir. İndi baxaq növbəti qeydimizə. Burada da deyir ki, fe'li sifət isimləşsə də, isimləşməsə də cümlədə xəbər ola bilir. Bax, bu nə ilə oxşar oldu? Fe'li sifətlər isimləşsə də, isimləşməsə də cümlədə xəbər ola bildi. Bu həm deyə bilərik sayla, həm deyə bilərik sifətlə ortaq bir xüsusiyyət olmuş olacaq. Fe'li sifət haqqında da deyəcəklərimiz bu qədər. Gəldik fe'li bağlamaya. Fe'li bağlama da, bax, iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Həm fe'lin, həm də zərfin xüsusiyyətini daşıyan sözlərə deyəcək fe'li bağlamadır. Fe'li bağlama cümlədə fe'llə bağlı olur və onu müxtəlif cəhətdən izah edir. İndi baxaq görək fe'li bağlamanın fe'lə aid xüsusiyyətləri hansılardır, zərfə aid xüsusiyyətləri hansılardır. Hərəkət bildirmək fe'lə aid xüsusiyyətdir, təsdiqdə və inkarda olur, gələndə, gəlməyəndə, qrammatik məna növlərində olur, çəkəndə məlum, çəkiləndə məhsul, yerinə görə qayıdışda kimi də işlənə bilər, çəkdirəndə etibar, çəkiləndə qarşılıq bircəlik və s. Tərkib yarada bilir. Biz sizi görəndə çox sevindik. Fe'li bağlamanın zərfə aid xüsusiyyətlərinə baxaq indi. Hərəkətin tərzini, zamanını, kəmiyyətini bildirir. Qaça-qaça, necə, nə tərzdə gedirdi, qaça-qaça. Gələndə görərsən, nə vaxt, nə zaman, doyunca yatdı, nə qədər. Bax, burada kəmiyyətini bildirmiş oldum. Zərfin suallarına cavab verir, cümlənin zərfliyi olur. Bu da olduğu zərfə aid xüsusiyyətlər. İndi baxaq. Gəldik fe'li bağlamanın şəkilçilərinə. Yadımızda saxlayaq ki, fe'li bağlamanın şəkilçilərinin hamısı qrammatik şəkilçilərdir. Gələk ıb araq şəkilçisinə ilk öncə və yadınızda saxlayın ki, bu şəkilçilər sinonim şəkilçilərdir. İşin əsas fe'ldəki, bax, İşin bax, əsas fe'ldəki işdən əvvəl icra olduğunu, əsas fe'ldəki işin tərzini, səbəbini bildirəcək. Ibla araq da sinonimdir. Bax, yerinə qoyaraq onları əvəz edə bilərsiniz. Məsələn, düşmən ordusu qorxub geri çəkildi. Bax, qorxaraq geri çəkildi. Gördük, əvəz edə bildi. Kitaba baxıb danışırdı. Kitaba baxaraq danışırdı. Əvəz edə bildi. Gəldik A şəkilçisinə. Təkrar olunan fe'lləri artırılır və hərəkətin tərzini bildirmiş olacaq. Gülə-gülə, baxa-baxa. Madan şəkilçisi hərəkətin zamanını, tərzini, bəzən də şərtini bildirəcək. Dərsini hazırlamadan, bax şərtdir burada. Kitaba baxmadan cavab verdi tərz. Sən gəlmədən bütün işləri görmüşəm. Burada isə zaman olmuş olacaq. İndi ar şəkilçisinə gələk. Burada maz da yerinə görə inkarda olanda bu formada işlənir. Açılar, açılmaz. Bax, ar, maz. Maz deyərsən nədir? Bu inkar formasıdır. Açılar, açılmaz. Bişər, bişməz. Eyni bax sözə artırılmalıdır ki, buna deyək biz fe'li bağlamadır. Yaxşı. Açılar, açılmaz. Eyni sözə artırılmalıdır ki, deyək ki, bu fe'li bağlamadır. Yerə gəlmişəm, bax bunu da deyək ki, qeyd edin. Gəldi, gedər. Gəldi, gedər, olur. Gəldi, gedər, olur sifət. Gedər, gəlməz isə, olur isim. Bunu da qeyd edək. Sonra gəldik dıqca şəkilçisinə. Baxdıqca, oxuduqca, ınca şəkilçisi, bilincə, yazınca, bəzən hərəkətin miqdarını da bildirmiş olur. Doyunca yedim. Arkan şəkilçisi, gedərkən, gözləyərkən, dıqda şəkilçisi, yazdıqda, baxdıqda, anda şəkilçisi, dayananda, qaçanda, mış şəkilçisi, gecədən xeyli keçmiş o gəldi. Yəni burada nə demişdi? Anda, əndi ilə əvəz edə biliriksə, bu deyirdik fe'li bağlama şəkilçisidir. Bu da belə. Sonra deyərsiniz ki, müəllim, bəzən şagirdlər bu ınca şəkilçisinin deyirlər ki, necə olur müəllim, zərf düzəldən şəkilçilər var, necə ayıraq? Bax, gördüyümüz ki, burada hərəkətin miqdarını bax, bilməkdən bilincə yarandı, bax, bilməkdən bilincə yarandı. Yazmaqdan yazınca yarandı. Amma zərf düzəldən şəkilçi olur, məsələn, layiqincə. Layiq sözün köküdür, incə, burada leksik şəkilçi olmuş olacaq zərf. Və yaxud da lazımınca, bax, orada ınca, zərf düzəldən şəkilçi olmuş olacaq. Gördüyümüz kimi, fe'li artırılmayıb, hərəkət yoxdur orada. İndi baxaq qeydlərimizə. Qeyddə deyir ki, nəqli keçmiş zamanın ıb şəkilçisi özündən sonra şəxs şəkilçisi qəbul edir və cümlənin fe'li xəbəri olur. Məsələn, tapşırıqlar yerinə yetirilibdir, nəqli keçmiş zamanda. Amma fe'li bağlamanın ıb şəkilçisi, bax, şəxs şəkilçisi qəbul eləmir və başqa sözə aid olur. Adətən də fe'li bağlama ilə cümlə bitmir. Məsələn, şəklə baxıb kövrəldi. Bax, şəklə baxaraq ıbını dedi, araqla əvəz edə bilirik də, sinonimdir fe'li bağlama olaraq. Şəklə baxıb, baxaraq kövrəldi. Burada da isə fe'li bağlama şəkilçisi olmuş olacaq. Fe'li bağlama haqqında da bunları dedik. İndi bəzi qeydlərimiz var, onları da deyim. Baxın. Məsələn, görməmiş deyə bir söz var. İndi bizə yerinə görə cümlələrdə işlədə bilər. Deyə bilər ki, hansı cümlədə fe'li bağlamadır, hansında sifətdir, hansında fe'li sifətdir. Bax, bu görməmiş sözü yerinə görə sifət kimi də işlənə bilər, yerinə görə fe'li sifət kimi də işlənə bilər, yerinə görə fe'li bağlama kimi də işlənə bilər. Fe'li bağlama kimi işlənəndə bax bu görməmişi madan mədənlə əvəz edirik. Görmədən olur fe'li bağlama. Məsələn, deyirsən ki, onu görməmişkən də getmə. Yəni onu görmədənkən də getmə. Sifət kimi deyək ki, elə bir nadanam, görməmişəm mən. Burada oldu sifət kimi. Daha sonra nəqli keçmiş zaman kimi də məsələn işlənə bilər. Belə ünsiyyətli deyir, görməmişəm mən. Burada isə olur nəqli keçmiş zaman şəkilçisi kimi. Miş yəni orada. Mən inkar olur. Miş nəqli keçmiş zamanın şəkilçisi olur. Fe'li sifət kimi də işlənəndə deyir, bunları görməmiş insanla mübahisə etmə.
Burada da oldu nə? Feili sifət. Bax, bunu da cümlələrlə də dediyim şey yadınızda qalsın. Daha sonra gəlir tərkiblər. Tərkibləri də əsasən biz elə izah elədik. Bu hissəni evdə yaxşı oxuyarsınız. Buyur, burada nə demək istəyirəm? Bu hissələr demək olar ki, hər birini izah eləmişik. Qeydlərimizə baxaq bir burada. Deyir ki, dönə-dönə, qoşa-qoşa, tikə-tikə, dama-dama sözləri feili bağlama və digər nitq hissələri kimi işlənə bilər. Necə ayırd edək? Əgər dönə-dönəni dönərə ilə əvəz edə biliriksə, olur feili bağlama. Yox, dönə-dönə dəfələrlə mənasındadırsa, olur zərf. Tikə-tikə, tikərə ilə əvəz edə biliriksə, olur feili bağlama. Tikə-tikə, xırda-xırda mənasındadırsa, olur zərf. Qoşa-qoşa, qoşaraq mənasındadırsa, olur feili bağlama. Qoşa-qoşa oturmuşlar, yəni cüt-cüt oturmuşlar deyirsə, olur burada zərf. Dama-dama, damaraq mənasındadırsa, olur feili bağlama. Dama-dama köynək deyəndə amma olur sifət. Bu da belə. Qeyd işlədə deyir ki, bəzən eyni cümləni həm feili sifət, həm də feili bağlama kimi düşünmək olar. Məsələn, deyir, dərsi danışanda həyəcan duydum. Bu cümlədəki təsriflənməyən feili həm dərsi danışan zaman feili bağlama, həm də dərsi danışan adamda feili sifət kimi düşünmək olar. Öncədən hazırlaşmamış uşaqları gətirməyin cümləsində, bax, təsriflənməyən feili həm öncədən hazırlaşmayan feili sifət, həm öncədən hazırlaşmadan feili bağlama kimi də düşünmək olar. Bu da belə. Məncə bu qədər izah kifayətdir. Yenə nə qaranlıq qalsa qeyd edərsiniz, onu yenə sizə ətraflı izah edərəm. Sağ olun. Bugünlük bu qədər.